Hello dostlar, bugün sizlerle birlikte muhteşem bir vlogun içindeyim. Bugün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Ve dostlar, ben de bu 1 iyun gününü Green Start ailemle birlikte Güneş Psikoloji Sağlamlık Merkezinde keçirtmeye gelmişim. Necəsən? Yaxşısın, necəsin? Mən də yaxşıyam, hemşəhərimizdə. Bayramın mübarək. Ne gözəlsən bugün. Ne günüdür bugün? Bugün 1 iyun Beynəlxalq Uşaqları Müdafiəsi günüdür. Bayramımız mübarək. Dünya yaşı rəngdədir, bir ümid min naxışdır. Green ki bizimlədir, o ən gözəl başlanğıcdır. Valideyn məktəbində birgə öyrəndik nələr. Nə gözəldir birlikdə, güc alır düşüncələr. Valideyn məktəbində birgə öyrəndik nələr. Nə gözəldir birlikdə, güc alır düşüncələr. Könüllü çıxdıq yola, qurduq yeni bir dünya. Nə yaxşı ki var oldun, nə yaxşı ki doğuldun. Könüllü çıxdıq yola, qurduq yeni bir dünya. Nə yaxşı ki var oldun, nə yaxşı ki doğuldun. Green Start Akademiya, Green Start Akademiya, Green Start Akademiya, Green Start Akademiya. Yeni yeni uğurlar gözle biz. Bəli, bugün biz mərkəzimizdə 1 iyun Uşaqlar Beynəlxalq Müdafiəsi gününü qeyd etdik. Düşünürəm ki, bu uşaqların çox xoşuna gəldi. Əlbəttə ki, yəni mənim belə çox xoşuma gəldi. Bəli, saatlar keçməsinə baxmayaraq uşaqlar hələ də əylənməyə davam edirlər. Bu o deməkdir ki, uşaqlar hər zaman sevinməyi, xoşbəxt olmağa layiqdirlər, bunu istəyirlər və biz onların hüquqlarını biz böyüklər hər zaman qorumalıyıq. Onların sağlam və xoşbəxt olması üçün daim çalışmalıyıq. Bəli, onların hər zaman hüquqlarını müdafiə etmək, qərarlarına hörmət etmək, onları dinləmək, düzdürmü? Başa düşmək biz böyüklərin ən böyük vəzifəsi olmalıdır deyə düşünürəm. Əziz balalar, bayramınız mübarək. Bayramınız mübarək.